Birinci qrupa riyaziyyat informatika alt qrupu üzrə sənəd verəcək abituriyentlər və onların valideynləri. Bu video sizin üçündür. Videonun davamında birinci qrup riyaziyyat informatika alt qrupu ixtisasları haqqında danışacağıq. Hər bir ixtisas üçün nəzərdə tutduğum 4 əsas istiqaməti müzakirə eləyəcəyik. Bu istiqamətlər nədir? Sən əgər bu ixtisasa qəbul olsan, nə öyrənəcəksən? İş və karyera imkanları nələrdir? Yəni harda işləmək olar? Tələbat nə qədərdir? Və keçid balları nə qədərdir? Gəlin indi ekranı sizlə paylaşım və sizin də istifadə edə biləcəyiniz bir neçə vacib sənədi sizə göstərim. Gördüyünüz kimi hal-hazırda baxın tələbə qəbulu 2026 yazılıb yuxarı hissədə. Biraz da miqyası artırmağa çalışım. Baxın burada gördüyünüz kimi birinci qrup riyaziyyat, informatika alt qrupu ixtisasları burada qeyd olunub. Ümumi 11 dənə ixtisas mövcuddur. Dövlət İmtahan Mərkəzinin saytında olan rəsmi məlumatdır. YouTube-da videonun açıqlama hissəsində bu məlumatların linklərinin hər birini yerləşdirəcəm. Özünüzə baxa bilərsiniz. Digər bir lazımı məlumat, baxın bu da 2025-ci ilə aid olan bir məqalədir. Birinci qrup riyaziyyat informatika alt qrupu üzrə, baxın birinci ixtisas qrupu və riyaziyyat informatika alt qrupu. Bu yeni ixtisaslardır. Data analitikası və proqram təminatı mühəndisliyi. Ki burada da həmin ixtisasları görəcəksiniz. Və ən əsas məsələ ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları 2025-ci il, yəni keçən ilki keçid ballarını buradan görə bilərsiniz. Burada mən sizə vacib bir məsələni göstərmək istəyirəm, vurğulamaq istəyirəm. Keçid ballarını buradan axtarıb tapa bilərsiniz, amma bu biraz çətindir. Tutaq ki, sizə informasiya təhlükəsizliyi və ya hər hansı başqa bir ixtisasın keçid balı lazımdır. O zaman nə edəcəksiniz? O zaman Ctrl və F düymələrini birlikdə basırsınız. Ctrl F. Baxın, brauzerin sağ tərəfində gördüyünüz kimi belə bir axtarış hissəsi açıldı. Bura lazım olan ixtisası yazırsınız. İnformasiya təhlükəsizliyi. Baxın, 28 dənə tapıb və ilk olaraq informasiya təhlükəsizliyi, əyani, 542 bal və hansı universitet? Bakı Dövlət Universiteti. Buradakı oxlar vasitəsilə hərəkət edə bilərsiniz. Baxın, növbəti hissəyə belə keçə bilərsiniz. Azərbaycan Dövlət Neft Sənaye Universiteti informasiya təhlükəsizliyi 523.1 bal. Və belə davam edə bilərsiniz. İnformasiya təhlükəsizliyi tədris ingilis dilindədir. 587 bal. Bu şəkildə. Videonun vaxtını uzatmaq istəmirəm. Digər ixtisaslarda bu formada dediyim şəkildə Ctrl F düyməsi vasitəsilə yazıb, axtarıb tapa bilərsiniz. İndi isə keçəcəyik digər bir məsələyə. Biraz əvvəl sizə göstərdiyim 11 dənə hansı ki ixtisas var idi. Həmin ixtisasları bir-bir analiz eləyəcəyik və iş imkanları, karyera imkanları haqqında danışacağıq, ballar haqqında danışacağıq. Düzdür, ballar universitetdən asılı olaraq dəyişir və düşünürəm ki, əgər ixtisasları bir-bir müzakirə etsək, bu abituriyentlər üçün yaxşı olar. Hər kəs öz maraq dairəsinə uyğun ixtisası seçə bilər və yaxud da hər hansı bir ixtisasda prestij görürsə, həmin ixtisası seçə bilər. Burada biraz fərqli bir yanaşma eləyəcək. İxtisasları mən tək başıma müzakirə etməyəcəm. İndi gəlin başlayaq. Hal-hazırda ekranımı sizinlə paylaşmışam. Gördüyünüz kimi belə bir təqdimat hazırlamışam, slayt hazırlamışam. Birinci qrup riyaziyyat informatika alt qrupu üzrə olan ixtisaslar. Burada keçid balları, universitetlərlə bağlı biraz danışacağıq, karyera imkanları və əmək bazarında tələbat nələrdir? Bunlardan danışacağıq. İlk ixtisasımızdan başlayırıq. İlk ixtisasımız informatika rəqəmsal bacarıqlar müəllimliyidir. Bu ixtisasın adı əvvəl informatika müəllimliyi olaraq gedirdi. Son sənədlərdə artıq ad müəyyən qədər dəyişilib. Dediyim kimi bu videoda tək deyiləm. ChatGPT vasitəsilə birlikdə sizə kömək eləməyə, informasiya ötürməyə çalışacağıq və başlayırıq. ChatGPT indi ilk olaraq informatika müəllimliyi haqqında istəyirəm danışaq. Sualları ardıcıllıqla yönləndirəcəm sənə. Deməli, nə öyrədilir, karyera imkanları, iş imkanları nələrdir, tələbat nədir və maksimum keçid balı nə qədərdir? İnformatika müəllimliyi ixtisası tələbələrə proqramlaşdırma, alqoritmlər, kompüter şəbəkələri kimi rəqəmsal bacarıqların tədrisini öyrədir. Karyera perspektivləri əsasən təhsil sektorunda müəllim və metodist kimi formalaşır, eləcə də texnoloji kurslar və təlimlərdə rol alırlar. Hazırda əmək bazarında informatika müəllimlərinə ciddi tələbat var, çünki rəqəmsal savadlılıq artır. İnformatika rəqəmsal bacarıqlarla bağlı keçid balı o qədər də yüksək deyil. Burada təxmini keçid balı 400 ətrafı olacaq. Tələbatla bağlı bir əlavə eləmək istəyirəm. Azərbaycanda tələbat, əgər orta məktəbləri düşünürsünüzsə, bildiyiniz kimi MİQ imtahanı verməlisiniz və burada uğur qazandıqdan sonra orta məktəblərdə işləyə bilərsiniz. Davam edirik, keçirik növbəti ixtisaslara. Növbəti ixtisasımız riyaziyyat və informatika müəllimliyi birlikdədir
Burada qısa şəkildə danışacağam, yəni əvvəlki ixtisasa oxşardır. Keçid balı yenə 400 ətrafındadır və universitetdən asılı olaraq dəyişə bilər. Biraz əvvəl sizə göstərdiyim sənədlərdən istifadə edərək keçid ballarına özünüz baxa bilərsiniz. Öyrədilmə sahəsi ChatGPT qısaca, yəni informatika, riyaziyyat və informatika ilə informatika müəllimliyini müzakirə etsək nə deyə bilərik? Əsas fərqlər nələrdir? Əsas fərq odur ki, riyaziyyat və informatika müəllimliyi kombinə olunmuş ixtisasdır. Yəni məzun həm riyaziyyat, həm də informatika fənlərini tədris edə bilir. Bu təhsil müəssisələrində daha geniş mövzu spektrini əhatə etməyə imkan verir, tədris yükü və metodikası genişlənir, yəni məzun həm riyaziyyat, həm də informatika tələblərinə uyğun dərs qurur. Onda belə bir şey deyə bilərik ki, əgər abituriyent riyaziyyat və informatika müəllimliyini seçsə, bu zaman iş tapma imkanları daha yüksək ola bilər. Çünki qarşısında iki seçim var: riyaziyyat və ya informatika müəllimliyindən hər hansı birini seçə bilər, düzdür? Bəli, tamamilə doğrudur. Bu kombinə olunmuş ixtisas məzuna həm riyaziyyat, həm də informatika müəllimi kimi iki fərqli istiqamətdə iş tapmaq şansını artırır. Yəni peşə seçimi daha çevik olur. Aha. Onda davam eləyək, keçirik növbəti ixtisasımıza. Növbəti ixtisas kompüter elmləridir. Burada keçid balı biraz yüksəkdir. ADA Universiteti 692.6 bal olaraq keçən il formalaşıb. Universitetdən asılı olaraq yenə də dediyim kimi dəyişə bilər. Elə göstərdiyim sənədlərdən özünüz axtarıb tapa bilərsiniz. İndi istəyirəm ki, səndən birlikdə bu kompüter elmləri ilə bağlı ətraflı danışaq. Bundan sonra çox önəmli ixtisaslar gəlir, xüsusən balı yüksək olan ixtisaslar. Əvvəlcə kompüter elmləri universitetdə şagirdlərə, bu ixtisası seçən şagirdlərə nə tədris olunur? Kompüter elmləri ixtisası tələbələrə fundamental proqramlaşdırma, alqoritmlər, verilənlər strukturları, süni intellekt, əməliyyat sistemləri, kompüter şəbəkələri və daha çoxunu öyrədir. Yəni texnologiyanın nəzəri və praktiki əsaslarını tam əhatə edir. Yaxşı, keçək iş və karyera imkanlarına. Hansı sahələrdə bu ixtisası bitirmiş abituriyentlər, şagirdlər, tələbələr işləyə bilər? Kompüter elmləri məzunları proqramçı, proqram mühəndisi, data analitiki, kiber təhlükəsizlik mütəxəssisi, süni intellekt mühəndisi, eləcə də startaplarda texniki rəhbər kimi fəaliyyət göstərə bilər. Qısaca, texnologiya sektorunda geniş iş imkanları var. Aha, aydındır. Yaxşı, bu sahədə işləmək istəyən şəxslərdən əsas tələblər nələrdir? Riyazi biliyi yüksək olmalıdır, məntiqi düşünmə, alqoritmik düşünmə qabiliyyəti yüksək olmalıdır və s. Buna nə əlavə edə bilərsən? Dedikləriniz tamamilə doğrudur. Əlavə olaraq, problem həll etmə bacarığı, komandada işləmə qabiliyyəti və daim yeni texnologiyalara adaptasiya olmaq qabiliyyəti də vacibdir. Çünki bu sahə sürətlə yenilənir və öyrənmə davamlı olmalıdır. Yəqin ki, ümumi bütün informatika ixtisasları üçün bunu demək olar, sürətli şəkildə yenilənmə var və öyrənmə davamlı olmalıdır. Və tələbatla bağlı burada slaydımızda qeyd etmişik, Azərbaycanda tələbat yüksəkdir, qlobalda isə çox yüksəkdir. Belə gözləmək olar ki, bəs növbəti illərdə Azərbaycanda da bu yüksək əvəzinə çox yüksək tələbat olsun bu sahəyə? Bəli, tam dəqiq ifadə etdiniz. İnformasiya texnologiyalarının genişlənməsi, rəqəmsal transformasiyalar fonunda Azərbaycanda da kompüter mütəxəssislərinə olan tələbat qlobal trendlə paralel artacaq. Aydındır. Yaxşı, onda davam edirik. Keçirəm mən növbəti slayda. Burada data analitikası haqqında danışacaq. Nisbətən Azərbaycan üçün yeni bir sahə sayılır. 2025-ci il üçün keçid balı təxminən 650 ətrafındadır. Yenə də universitetdən asılı olaraq dəyişə bilər. Yaxşı, başlayaq indi bu data analitikası haqqında danışaq. Birinci növbədə nə öyrədilir? Bununla bağlı qısaca izah ver. Data analitika tələbələrə məlumatların toplanması, təmizlənməsi, vizuallaşdırılması və bu məlumatlardan çıxarılan nəticələrlə qərarların optimallaşdırılmasını öyrədir. Bu sahədə statistika, maşın öyrənməsi və müxtəlif analitik alətlərdən istifadə əsasdır. Aydındır. İş və karyera imkanları haqqında nə deyə bilərik? Bu sahəni bitirən şəxslər, bu ixtisası bitirən şəxslər harda işləyə bilərlər? Data analitika məzunları şirkətlərdə data analitiki, biznes analitiki, data scientist, marketing analitiki kimi işləyə bilərlər. Eyni zamanda bank sektoru, e-ticarət, maliyyə və hətta dövlət sektorunda data əsaslı qərar vermə proseslərində mühüm rol oynayırlar. Aydındır. Azərbaycan üçün tələbatı yüksək qeyd etmişik və artan şəkildə, qlobalda isə çox yüksək qeyd etmişik. Yəni Azərbaycanda iş tapma imkanları qloballa müqayisədə hələlik daha aşağıdır. Amma yəqin ki, perspektiv var, gələcək üçün burada da tələbatın daha da yüksələcəyini gözləmək olar, düzdür? Tamamilə doğrudur. Azərbaycan bazarı da getdikcə rəqəmsallaşır və data əsaslı qərar vermə prosesləri genişlənir. Buna görə də bu sahəyə olan tələbatın gələcəkdə artacağı ehtimalı yüksəkdir.
Aydındır. Yaxşı, davam edirik. İndi keçirik növbəti ixtisasımıza. 5-ci ixtisasımız informasiya texnologiyaları ixtisasıdır. Keçid balı təxminən 650-660 civarında ətrafında dəyişir. Yenə də universitetdən asılı olaraq bu ballar dəyişə bilər. İndi informasiya texnologiyalarını analiz eləyək. İlk olaraq nə öyrədilir burada? İnformasiya texnologiyaları ixtisasında şagirdlərə proqram təminatı, şəbəkə idarəçiliyi, verilənlər bazası idarə etməsi, bulut texnologiyaları və IT layihələrin idarə edilməsi kimi praktiki biliklər verilir. Bu ixtisas həm texniki, həm də idarə etmə yönümlüdür. Aha, yaxşı, iş və karyera imkanlarını keçək. Hansı sahələrdə işləmək olar? İnformasiya texnologiyaları məzunları IT mütəxəssisi, sistem administratoru, şəbəkə mühəndisi, kiber təhlükəsizlik üzrə mütəxəssis və IT layihə meneceri kimi geniş sektorlarda işləyə bilərlər. İstənilən şirkətin IT departamenti potensial iş yeridir. Aha, tələbatı Azərbaycan üçün və qlobal üçün yüksək qeyd etmişik. Və bu sahədə işləyən şəxslərdən tələb olunanlar nələrdir? Məsələn, riyazi, məntiqi düşüncə və s. Bundan bağlı nə qeyd edə bilərsən? Bu sahədə çalışmaq üçün riyazi, məntiqi düşüncə, texniki biliklər və eyni zamanda güclü problem həll etmə qabiliyyəti tələb olunur. Həmçinin kommunikasiya bacarıqları da vacibdir, çünki IT mütəxəssisləri müxtəlif departamentlərlə sıx işləyir. Aha, aydındır. Yaxşı, davam edirik. Keçirik növbəti ixtisasa. Çox məşhur bir ixtisasa gəlib çatdıq. İnformasiya təhlükəsizliyi ixtisası. 2025-ci il üçün yenə keçid balları 650-dən yuxarıdır. Bakı Ali Neft Məktəbi üçün 681 bal qeyd eləmişik. Normalda təqdimat faylında ən yuxarı ballar qeyd olunub. Yəni dediyim kimi yenə də əvvəlki sənəddən baxa bilərsiniz. İndi yaxşı, ChatGPT informasiya təhlükəsizliyi. Əgər abituriyent bunu seçibsə, orada nə öyrənəcək? İnformasiya təhlükəsizliyi ixtisasında şagirdlər kiber təhlükələr, şifrələmə metodları, şəbəkə təhlükəsizliyi, risk idarə etməsi və qanunvericilik kimi mövzuları öyrənirlər. Praktiki olaraq müdaxilələrin qarşısını almaq, sistemləri qorumaq və təhlükəsizlik strategiyaları qurmaq bacarıqları formalaşır. Aydındır. İş və karyera imkanları. İnformasiya təhlükəsizliyi məzunları kiber təhlükəsizliyi mütəxəssisi, təhlükəsizlik analitiki, auditor, təhlükəsizlik üzrə məsləhətçi və ya risk meneceri kimi fəaliyyət göstərə bilərlər. Banklar, dövlət qurumları və böyük şirkətlər bu sahədə mütəxəssislərə yüksək tələbat göstərir. Elə tələbatı da Azərbaycanda artan və yüksək, qlobalda isə çox yüksək olaraq qeyd eləmişik və ümumiyyətlə yəqin ki, bunu bütün ixtisaslara aid etmək olar. Əgər informatika sahəsində bir ixtisasınız varsa, davamlı olaraq özünüzü təkmilləşdirməlisiniz. Yeni proqramları, yeni texnologiyaları öyrənməlisiniz. Və davam edirik, keçirik növbəti ixtisasımıza. Bu kompüter mühəndisliyi ixtisasıdır. Deməli 2025-ci il keçid ballarına əsasən 660 ətrafında bal qeyd eləmişik. Yenə Bakı Ali Neft Məktəbini götürmüşük burada əsas olaraq. Ən yüksək balı qeyd eləmişik həmişə dediyim kimi. Kompüter mühəndisliyi burada nə öyrədilir? Kompüter mühəndisliyi ixtisası tələbələrə kompüter arxitekturası, hardware dizaynı, əməliyyat sistemləri və inteqrasiya olunmuş sistemlər kimi mövzular öyrədir. Yəni, həm proqram təminatı, həm də hardware üzərində işləmək bacarığı qazandırır. Aha, yəni ümumi deyə bilərik ki, burada həm proqram təminatı, həm qurğular hər ikisi birlikdə öyrənilir. İş və karyera imkanları baxımından nə demək olar? Kompüter mühəndisləri həm hardware dizayneri, həm sistem mühəndisi, həm də proqram təminatı mühəndisi kimi işləyə bilərlər. Sənaye avtomatlaşdırmasından tutmuş, hardware startuplarına qədər geniş bir sahədə imkanlar açıqdır. Aydındır. Tələbatı Azərbaycan üçün orta yüksək qeyd eləmişik, qlobalda daha yüksək qeyd eləmişik. Və yenə davam edirik, keçirik növbəti ixtisasımıza. Bu mexatronika və robototexnika mühəndisliyidir. Mənim xüsusilə diqqətimi çəkən bir mühəndislik sahəsidir, bir sahədir, ixtisasdır. Baxmayaraq ki, keçid balı çox da yüksək deyil. Yenə özünüz axtarıb baxa bilərsiniz ayrı-ayrı universitetlər üzrə keçid ballarına. Amma düşünürəm ki, gələcək üçün perspektivli bir sahədir mexatronika və robototexnika. Yaxşı, başlayaq ChatGPT. İlk öncə nə öyrədilir burada? Mexatronika və robototexnika mühəndisliyi mexaniki sistemlər, elektronika, avtomatlaşdırma və robot texnologiyalarının inteqrasiyasını öyrədir. Yəni, tələbələr həm robotların mexaniki dizaynını, həm də elektron idarə etməsini birgə öyrənirlər. Aha, iş və karyera imkanları. İstəyirəm burada biraz geniş məlumat verəsən. Azərbaycan üçün tələbatı orta yazmışıq, qlobalda isə artan və yüksək yazmışıq. Əvvəlcə iş və karyera imkanları, harda iş tapmaq olar? Mexatronika və robototexnika mühəndisləri sənayedə avtomatlaşdırma sistemləri, robotik istehsal xətləri,
dron texnologiyaları, süni intellektə əsaslanan robot sistemlər və avtomobil sənayesində iş tapa bilərlər. Xüsusən robotlaşma artdıqca bu sahədə ixtisaslaşma dəyər qazanır. Tələbatın Azərbaycanda orta formada qeyd olunması yəqin ki, hələlik Azərbaycanda robototexnika sahəsinin çox inkişaf etməməsi ilə bağlıdır. Amma məsələn yaxın 4-5 il ərzində yəqin ki, bu dəyişəcək. Bu fikirlə bağlı nə deyə bilərsən? Tamamilə məntiqidir. Yaxın illərdə sənayenin robotlaşması, ağıllı fabriklər və avtomatlaşdırma sistemlərinə tələbat artdıqca bu sahəyə maraq və tələbat Azərbaycanda da yüksələcək. Yəni bu ixtisas perspektivli sahələrdən biridir. Və yaxşı mütəxəssislərə həmişə tələbat var. Bəli. Davam eləyək. Proqram təminatı mühəndisliyi bu yeni bir ixtisasdır. Ona görə keçid balı haqqında heç bir şey deyə bilməyəcəyik. Dövlət İmtahan Mərkəzinin saytında da məlumat yoxdur təbii ki, çünki keçən il qəbul yox idi bu ixtisasa. Proqram təminatı mühəndisliyi. Başlayaq. Nə öyrədilir? Proqram təminatı mühəndisliyi proqram təminatının dizaynı, inkişafı, test edilməsi və idarə edilməsi prinsiplərini öyrədir. Yəni tələbələr real proqram layihələrinin bütün həyat dövrünü sistematik şəkildə idarə etməyi öyrənirlər. İş və karyera imkanları haqqında nə demək olar? Proqram təminatı mühəndisləri proqram inkişaf etdiricisi, proqram layihə meneceri, test mühəndisi və ya DevOps mühəndisi kimi istənilən proqram təminatı şirkətində işləyə bilərlər. İstər startup, istər böyük texnoloji şirkət olsun, geniş imkanlar var. Tələbatı Azərbaycan üçün yüksək, qlobalda isə çox yüksək qeyd etmişik. Ola bilər ki, bizi izləyən abituriyentlərdən bəziləri ölkə xaricində işləmək istəyir. Yəni ona görə bu qlobalda olan tələbatı da yəqin ki, diqqətə almaq lazımdır və düşünürəm ki, Azərbaycanda da gələcəkdə bu tələbat yüksək əvəzinə çox yüksək ola bilər. Tamamilə doğrudur. Rəqəmsal transformasiya davam etdikcə ölkə daxilində də proqram təminatı mütəxəssislərinə tələbat artacaq. Yəni bu ixtisas gələcək üçün kifayət qədər strateji bir seçimdir. Davam edirik. Proseslərin avtomatlaşdırılması, mühəndisliyi, keçid balı 640-650 ətrafındadır. Yenə ayrı-ayrı universitetlərdə dəyişə bilər. Proseslərin avtomatlaşdırılması mühəndisliyinə qəbul olan abituriyentlər nə öyrənəcəklər universitetdə? Proseslərin avtomatlaşdırılması mühəndisliyi tələbələrə sənaye proseslərinin optimallaşdırılması, nəzarət sistemləri, sensor texnologiyaları və robotik proseslərin idarə etmə alqoritmlərini öyrədir. Yəni əsasən sənaye və biznes proseslərinin avtomatikləşdirilməsi üzərində fokuslanırlar. İş və karyera imkanları haqqında nə deyə bilərik? Harda işləyə bilərlər? Proseslərin avtomatlaşdırılması mühəndisləri, sənayedə avtomatlaşdırma mühəndisi, istehsal proses meneceri, SCADA sistemi mütəxəssisi və ya sənaye... Tələbatı Azərbaycan üçün orta yüksək, qlobalda da yüksək olaraq qeyd etmişik. Proseslərin avtomatlaşdırılması mühəndisliyi də müəyyən qədər robototexnikaya yaxındır, düzdür? Bəli, müəyyən mənada bənzərdir. Hər ikisi avtomatlaşdırma və texnoloji inteqrasiyanı hədəfləyir. Fərq ondadır ki, proseslərin avtomatlaşdırılması daha çox sənaye proseslərinə fokuslanır, robototexnika isə daha çox robotların mexaniki və intellektual tərəflərinə. Aydındır, təşəkkür edirəm. Davam edirik. Növbəti ixtisasımız sistemlər mühəndisliyidir. Keçid balı biraz aşağıdır. İstəyirəm ki, əvvəlcə bu sistemlər mühəndisliyində nə öyrədilir, ondan bağlı danışaq. Sistemlər mühəndisliyi tələbələrə kompleks texnoloji sistemlərin dizaynı, inteqrasiyası, optimallaşdırılması və idarə edilməsi barədə biliklər verir. Yəni müxtəlif alt sistemlərin bir yerdə səmərəli işləməsi üçün sistem yanaşmasını öyrədir. İş və karyera imkanları ilə bağlı nə deyə bilərik? Sistemlər mühəndisləri adətən IT infrastruktur meneceri, sistem inteqrasiya mühəndisi, bulud həlləri mütəxəssisi və ya kompleks texniki layihələrdə sistem analitiki kimi çalışırlar. Əsasən, iri korporativ IT infrastrukturlarında. Aydındır. Tələbatla bağlı Azərbaycanda orta yazmışıq, qlobalda da orta yazmışıq. Yəni digər ixtisaslarla müqayisədə burada iş tapma imkanları biraz daha aşağı görünür. Və bu sonuncu ixtisasımız idi, amma düşünürəm ki, hər hansı bir sahədə əgər siz kifayət qədər yaxşı mütəxəssis olmusunuzsa, biliklərə yiyələnmisinizsə, iş tapmaqla bağlı informatika sahəsində bir probleminiz olmayacaq.
İndi yekunlaşdırırıq. Artıq bu sonuncu ixtisasdır. ChatGPT son olaraq səndən soruşmaq istədiyim bir şey var. Müasir dövrdə süni intellekt çox önəm daşıyır və süni intellektlə bağlı olan sahələr inkişaf eləyir. Başqa bir sözlə daha dəqiq desək, süni intellekt əslində bütün sahələrə inteqrasiya edir. Yaxşı, bu sadaladığımız ixtisasların içərisindən süni intellektə ən yaxın olan hansıdır? Süni intellektə ən yaxın olan ixtisaslar kompüter elmləri və data analitikasıdır. Kompüter elmlərində süni intellektin nəzəri və tətbiqi aspektləri tədris olunur. Data analitikası isə süni intellekt modellərinin qurulması üçün fundamental məlumat emalına əsaslanır. Hər iki ixtisas süni intellektə birbaşa və ya dolayı yolla inteqrasiya olunur. Aha, aydındır. Bir də belə bir yanlış anlaşılma var düşünürəm ki, ümumiyyətlə bəzən abituriyentlər universitet seçəndə və ya ixtisas seçəndə birinci növbədə balın yüksək olmasına baxırlar. Burada qeyd etmək istəyirəm ki, balların yüksək olması universitetin reytinqindən, həmin universitetdə ayrılan yerlərin sayından da asılıdır. Yəni bu şəkildə düşünmə həmişə doğru deyil. Bu ixtisasın balı yüksəkdir, məsələn 650, 660 balından bura qəbul olmaq olur və mən ora girsəm asan bir şəkildə iş tapa bilərəm. İstəyirəm bununla bağlı sən də öz fikrini deyəsən. Tamamilə doğrudur. Keçid balı sadəcə rəqabəti əks etdirir. Bir ixtisasın sizin hədəf və bacarıqlarınıza uyğun olub olmaması daha önəmlidir. Ona görə də ilk növbədə sahəvi maraqlarınıza, əmək bazarındakı tələbatlara və şəxsi bacarıqlarınıza uyğun seçim etmək lazımdır. Bal bunu müəyyən etmir. Aydındır. Yəni ümumiyyətlə insan öz sevdiyi işi görsə, daha çox uğur qazana bilər. Bunu da düşünməlisiniz. Mən hər bir ixtisas haqqında qısaca məlumat verdim. ChatGPT də mənə dəstək oldu təbii ki. Və siz təbii ki, hər hansı bir ixtisası hədəf olaraq seçmisinizsə, həmin ixtisas haqqında daha ətraflı internetdən araşdırma apara bilərsiniz. Əgər həqiqətən sevdiyiniz bir ixtisasdırsa və o ixtisası ciddi şəkildə öyrənəcəksinizsə, düşünürəm ki, kifayət qədər iş imkanları informatika sahəsində yüksəkdir. Hər birinizə ixtisas seçimində uğurlar arzu edirəm. Növbəti videolarda inşallah görüşərik. Bir də ChatGPT ilə bağlı birlikdə hazırladığım video haqqında fikirlərinizi də şərhə yazsaz sevinərəm. Videonu artıq yekunlaşdırırıq. ChatGPT sən də izləyicilərimizdə sağ ollaş. Müzakirəmiz çox dolğun oldu. Ümid edirəm ki, faydalı yönləndirmə oldu. Maraqla izlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Özünüzə yaxşı baxın və növbəti videolarda görüşənədək. Hər kəsə uğurlar, sağ olun. Sağ olun, kanalımdakı növbəti videolarda görüşərik.